Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Qəbul imtahanına az qalmış, mən də sizlərlə bir neçə sualın izahını paylaşacağam. Deməli, birinci imtahanda belə bir sual düşmüşdü. Sənəddə 7 sətr və 5 sütundan ibarət olan cədvəl verilmişdi. 3-cü və 4-cü sətirlərin bütün sütunları seçildikdən sonra xanaları birləşdir əmri icra olunur. Daha sonra 6-cı sətrin ilk 3 sütunu seçilərək aşağıdakı əmr icra olunur və nəticədə alınmış xanaların sayını müəyyən edin. Qeyd eləmək lazımdır ki, bu açıq sual kimi təqdim olunmuşdu və tələbələrin əksəriyyəti bu sualın cavabını səhv qeyd eləmişdilər. Odur ki, mən yalnız bu sual yox, bu sual tipindən olanları izah edəcəm və diqqətlə qulaq asın, videonun sonunda sizlər üçün bir tapşırıq da verəcəm. Həmin tapşırığın düzgün cavabını video bitdikdən sonra şərh hissəsinə mütləq yazın. Əvvəlcə burada iki əmrimizi aydınlaşdıraq. Görək bunlar nədir? Xanaları birləşdir və həmçinin burada split cells adında bir pəncərə açılıb. Ümumiyyətlə, söhbət Word proqramından gedir. Qeyd eləmək istəyirəm bunu. Biz Word-də cədvəl yaradarkən Insert tabının Table qrupundan istifadə edirik və bir cədvəl yaradırıq. Cədvəli yaratdıqdan sonra, məsələn, 3 sütundan və 5 sətirdən ibarət bir cədvəl yaratdım. Köməkçi tablardan Table Design və Layout tab açılır. Layout tabına müraciət edərək biz split cells əmrini üzərinə vuraraq bir xananın və ya bir neçə seçilmiş sətir və ya sütunu seçə bilərik və orada biz xanaları bölə bilərik. Məsələn, tutaq ki, mən hazırda ikinci xanadayam və layouta gəldin, split cells hissəsindən, bax, burada yazılıb sütunların sayı və sətirlərin sayı. Bu biz nə deməkdir? Elə bilin ki, bax, ikinci xananın özündə bir cədvəl yaradacaq. Yəni, ikinci xananın özünü sətirlərə və sütunlara böləcək. Məsələn, indi mən deyirəm ki, 4-ün 5-ə bu formada bölüm. Yəni, bunun içərisində 20 xanadan ibarət bir cədvəl yaradacaq bu xananın içərisində. Ok düyməsinə vursaq, gördüyünüz kimi, artıq bax, 4 dənə burada, 5 dənə də bu hissədə, yəni 4-ün 5-ə 20 xanadan ibarət bir deməli cədvəl yaratmış oldu. Yalnızca xananın tərkibində oldu. Bölmək demək bu deməkdir. Birləşdirmək nədir? Və yaxud başqa birində göstərim sizə, bir dənəsi bəs eləməz. 2 dənəsini seçdim, bax bu hissədə. Elə bir ilk 2 sətri seçdim və layouta gəldim, yenidən split cells elədim. İndi biz 2 sətr seçmişik deyə, məsələn, mən bura yazıram 5, bura yazıram 3. Bunu qəbul eləməyəcək. Niyə görə? Çünki bax 2 sətr seçəndə sətr hissəsinə aşağıda 2-dən çox bir şey yaza bilmərsiniz. Bir xana seçəndə istədiyinizi yaza bilin. Amma 2 sətr seçmisinizsə, o zaman 2 sətr yaza bilərsiniz. Sən 2 sətr olsun, burada da 5 dənə sütun olsun. Artıq bu 2 dənə xananın yerinə 10 xanadan ibarət bir cədvəl əlavə edəcək. Gördüyünüz kimi baxın 1, 2, 3, 4, 5, 2 də burada. 10 xanadan ibarət bir cədvəl bu hissədə yaranmış oldu. Yəni kifayətdir ki, siz biləsiniz ki, merge birləşdirmək, split cells isə xanaları bölmək deməkdir. Və indi biz bu sualları nə cür həll edəcəyik? Gələk sualımızın izahına. Sənəddə 7 sətr və 5 sütundan ibarət olan cədvəl verilmişdi. Qətiyyən siz imtahanda bu sualları çəkməklə yazmağa cəhd eləməyin. Niyə? Çünki çox güman ki, siz orada səhv eləyəcəksiniz. Bəlkə də siz imtahanda cədvəllə düzgün yazmısınız. Amma yenə deyirəm, bu formada düzgün yazan tələbələr çox az saydadır. Bəs nə edək müəllim çəkmədən? Əvvəlcə belə eləyirik. 7 sətr və 5 sütundan ibarət cədvəl verilmişdirsə, bu cədvəldə xanaların sayını tapırıq. Xanaların sayını belə tapırıq, sətr sayı vurulsun, sütun sayı. 7-ni 5-ə vururuq. Ümumilikdə 35 xana var. Bölməmişdən, birləşməmişdən əvvəl 35 xana var. Ondan sonra 35 xana üzərində nə əməliyyatı apardıq? 3-cü və 4-cü sətirlər bütün sütunları seçilir və birləşdir əmri icra olunur. Bax, 3-cü və 4-cü sətir dediyi üçün 2 sətir götürəcəm. Yazıram bura. 2 sətir və bütün sütunları deyir. Ümumilikdə neçə sütunumuz vardı? 5 dənə sütun var idi bizdə. 2 sətri vururam, 5. Yəni hazırda 10 dənə xana seçilib. Bax, bu 10 dənə xana seçilib. 10 dənə xana seçildikdən sonra nə olur? Birləşdir əməliyyatını icra edirik. Bax, bu 10 dənə xana var, artıq 1 xana olacaq. Niyə? Çünki birləşdir əməliyyatını icra elədik. Və burada da mən sizə göstərim. İstənilən sayda biz xanaları seçsək, yəni bu qədərini seçsin. Baxın, hazırda 4-ün isə 12 dənədir. Biz layoutdan möcüzə vursaq 1 dənə xana olmuş olacaq. Oldu. Yəni fərqi yoxdur. 5 dənə, 10 dənə 1 xanaya çevrilir. Onda belə deyirəm. 35 xanam var idi. 10 dənə xananı siləcəm oradan. Üzərinə 1 gələcəm. Yəni 1 dənə xana ilə mən onu əvəz elədim. Qeyd edirik buradan, bu hissədən 35 dənə xana çıxılsın 10 dənə, elə bir 10 dənə silinir. Onların yerinə isə 1 dənə xana gəlir yəni. 10 dənə xananın yerinə 1 xana gəlir. Bu bizdə verir 35 çıxılsın 10, 25, üzərinə 1 gəlirik. Bu verdi bizə 26-nı. Əla, bunu belə qeyd elədik. Növbəti hissədə nə deyir? Sonuncu hissəyə gəlirik. Daha sonra 6-cı sətrin ilk 3 sütunu seçilərək. Bax,
Deyir 6-cı sətr. 6-cı sətrin özü bir sətr deməkdir bizdə. Yazıram bura bir sətr, bir sətr. İlk 3 sütununda 3 dənə sütunda aydın məsələdir, özü deyir. 3 dənə də sütun. Və bunu 1-i 3-ə vuranda nə qədər eləyir? Burada 3 dənə eləmiş olur. 3 dənə xana burada oldu. Və indi biz bunu nə edəcəyik? Baxın, 6-cı sətrin ilk 3 sütunu seçdi, 3 dənə xanası seçildi. Və biz onu artıq başqa bir əməliyyatla split cells eləyəcəyik. Ona görə siz aldığınız bu 3 dənə xananı, yəni bu 3 dənə xananın özünün tərkibində biz 6-nın 1-ə cədvəl yaradacağıq. Ona görə bu hissədəki 26-dan tapdığımız 3-ü çıxırıq əvvəlcə. 26-dan 3-ü çıxırıq. Bu bizə verir 23-ü. Və 23-ün üzərinə nəyə gəlirik? Bax, burada yazılan sütun sayı ilə sətir sayını bir-birinə vurursunuz 6 ilə 1-i, eləyir 6. Gəlirsiniz o 23-ün üzərinə. O da bizə sualın düzgün cavabı 29 vermiş olursunuz. Deyəsiniz, müəllim, biraz qarışıq oldu sanki. Heç bir qarışıq olmadı. Bir dənə diqqətlə qulaq asın. Əvvəlcə biz ümumi xanaların sayını tapdıq. Bax, bu 3-cü, 4-cü deyir. Bax, bu hissədə. 3-cü, 4-cü sətirləri. 2 dənə sətir var idi bu hissədə. Sütun sayda bütün sütun dediyi üçün 5 dənədir. 2-ni 5-ə vurduq. Bu elədi bizdə 10 dənə. Növbət dəfədə biz bu, yəni sırayla dedim də mən, 35-dən 10-u çıxdıq, üzərinə 1 gəldi. O üzərinə 1 yenə deyirəm, 10 dənə xana silinir, 1 dənə xana ilə əvəz olunur. 26 dənə xana oldu. Ondan sonra 6-cı sətrin ilk 3 sütunu seçilir və split olunur. Yəni bölünür. Yəni o 3 dənə biz xananı silməliyik 6-cı sətirlə 3 dənə sütunu. 3 dənə xana eləyir bu. Və ondan sonra da üzərinə 6 vuraq 1-i gəlməliyik. Bax, bu qaydada sualın düzgün cavabını tapmaq mümkündür. Bu birinci sual idi. Keçirik ikinci suala. Keçməmişdən əvvəl bir də bunu belə qeyd eləyə bilərik. Bəlkə bu daha rahat gələr sizlərə. Baxın, bu hissəyə qədər verilənləri biz nə edə bilərik? Buradakı bax 10-u aldıq və bu tərəfdə ilk 3 sütunu seçdik, 6-cı sətrin ilk 3 sütunun və oradan da 3 dənə xana əldə elədik. Bax, burada aldığımız 10-la 3-ü toplayarıq. Eləyər bu 13, 13. Və biz bu 35-dən, ümumidən 35-dən 13-ü çıxarıq. Və yenilər nələr olacaq? Xanaları birləşdirəndə bilirik ki, bir xana olduğu üçün üzərinə 1 gəlirik. Bir də biz burada xananı bölürük. Yəni yeni bir elə bir cədvəl yaradırıq 6-nın 1-ə. Bu da 6 eləyir. 35 çıxılsın 13 eləyir 22. Üzərinə də 7 gələndə bu da bizə 29-u vermiş olar. Bax, bu qayda ilə də hesablamaq mümkündür. Və keçək indi ikinci suala. Birinci sual oldu, cavab 29. İkinci sualda sənəddə 6 sətr və 3 sütundan ibarət cədvəl verilmişdir. Bax, iki yolla da deyəcəm, bayaq dediyim. 6 sətrlə 3 sütunu bir-birinə vururuq. Bu bizə verir ümumilikdə 18 xana. 18 xana var. Bax, deyir ki, ikinci, üçüncü, dördüncü sətirlər. Yəni 3 dənə sətir var da burada, qeyd elədiyi kimi 3 sətrin. Bütün sütunları seçildi. 3 dənə sütun var axı bizdə, əvvəldə qeyd eləyib. Yəni 3 dənə sətir buradakı ikinci, üçüncü, dördüncü, 3 dənə də sütun var. 3 sətir vurulsun, 3 sütun. 9 xana bizdə hazırda nə oldu? Birləşdirildi. İndi mən hələ ki axıra qədər gedim. Daha sonra 6-cı sətrin, yəni yenə də bir dənə sətir deyir. Bir sətrin ilk 3 sütunu seçildi. Onda bir sətir vurulsun, deməli 3 sütun. Bu da bizə 3-ü verir. İndi biz nə edəcəyik? Bax, biz, bir də buranı hesablayaq. Burada da split cells hissəsində 5 sütun və 2 sətirdən ibarət bir cədvəl yaradacaq xananın daxilində. O zaman biz 5-i 2-yə vururuq, bu da 10 deməkdir. Biz nə edirdik? Bura qədər yazılanlar var ha. 18-dən çıxırdıq, birləşdirilən xanaları, yəni 9 dənə xana birləşib. Ondan sonra 3 dənə xana bu hissədə deməli əvəz olunacaq. Yəni buradan 3-ü çıxmaq lazımdır. Üstünə nəyə gəlirik? Xanalar birləşəndə bu 9 dənəsi bir dənə xana ilə əvəz olunur. Üstünə 1 gəlirik. Bir də 5 vurulsun 2. 10 dənə də xana burada yarandı. Üstünə də 10 gəlirik biz. 18-dən çıxırıq 12-ni eləyir 6. Üzərinə də 11 gəlirik. Bu da bizə verir 17-ni. Deməli 6 üstəgəl 1 üstəgəl 10, 17-ni vermiş olur. Yəni demək məsələ nədir? Məsələ budur ki, birləşən xanaların sayını çıxırıq. Ondan sonra ən sonuncu hissədə deyirik, daha sonra 6-cı sətrin ilk 3 sütunu seçilərək aşağıdakı. Yəni bu ilk sütun və 6-cı sətirdəki xanaları çıxırıq. Buradakı verilən xanaları toplayırıq, bir də üstünə 1 gəlirik. Çünki birləşdiriləndə 1 xana olur. Ona görə 1 gəlmiş olaraq. Və mən sizə istəyirəm bunu həm də Word-də göstərim. Hətta növbəti hissədə formada göstərəcəm. Əyani olaraq da görə biləsiniz. Gəldik bu hissəyə. Sol tərəfə atsam, sağ tərəfə biraz da kiçildim. 6 sətir və 3 sütundan ibarət. Buradan qeyd eləyək. 6 sətir və 3 sütun. Belə seçdik. Özünüzdə baxın.
Ondan sonra nə edəcəm? İkinci və üçüncü, bir də dördüncünü seçəcəm. 2, 3, 4 seçildi. Və bütün sütunları seçirik. İkinci, üçüncü, dördüncünü. Ondan sonra merge əmrini icra eləyəcəyik. Layout hissəsinə gələk və buradan merge əmrini icra eləyək. Bundan sonra deyir ki, 6-cı sətrin, yəni ən sonuncu sətrin ilk üç sütunu seçildi. Yəni ilk üç sütunu elə hamısı deyir. Buradan seçdik və ondan sonra layout hissəsinə gəldik və split sales əmrini icra elədik. Buradan da 5-in 2-yə qeyd eləmək lazımdır. Və ok düyməsinə vursaq və saysanız həqiqətən də görəcəksiniz ki, bax 17 dənə burada deməli xana olmuş olar. Sayaq bir, 3 dənə buradadır. Yerini dəyişdirməyək. Hı hı. Deməli, 3 dənə buradadır. 4-cü burada. 5, 6, 7, 8, 9, 10. Ondan sonra 11, 12, 13, 14, 15, 16. Neçə almışdıq biz burada? Ha, bir saniyə nə hesab bilmədik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Nə hesab qeyd edeməmişəm burada. 6 sətir və 3 sütundan ibarət. Bu hissəyə bir də nəzər yetirək. 1, 2, 3, 4, 5, 6 sətir 3 sütundur. Bəli, biz ikinci, üçüncü və dördüncü sətirləri seçdik. Ondan sonra mörc əməliyyatını icra elədik. Birləşdim. Daha sonra isə 6-cı sətrin ilk 3 sütununu seçdik. Yəni bu hissəni seçdik və layoutdan gəlib buradan split cells eləyirik. Bunu da 5-in 2-yə eləyirik. Demək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Düzdür, 17 dənə deməli xana olmuş olar. Və düzgün cavabımız oldu 17. Deyək növbəti suala. Bundan sonra sizə bir sual təqdim edəcəm. Demək, nə baş verir burada? Sənəddə 10 sətir var, 4 dənə də sütun var. Biz 10 sətri vururuq 4 sütuna. Ümumilikdə 40 dənə xana var. 40 dənə xanadan çıxmaq lazımdır. İlk 5 sətir, yəni 5, bütün sütunlar, yəni 4 dənə sütun seçilir, 5 vurulsun 4-ü. Yəni 20 dənə xanadan çıxmaq lazımdır. Elə biz çıxmayaq, qalsın burada. Ondan sonra da daha sonra 8-ci sətrin ilk 2 sütunu seçildi. 8-ci sətr 1 sətirdir. İlk 2 sütununda da 2-yə vuracam. Sütun 2 dənədir deyə. 1 vuraq 2. Bu da bizə deməli verir 2-ni. İndi biz nə edəcəyik? Bax 40-dan bu 20 ilə 2-ni çıxacağıq. Üzərinə 1 gəlirik. Niyə? Çünki xanaları birləşdirmişdi deyə 1 xana ilə əvəz olundu. Və burada da 6-nın 3-ə görürsüz bir deməli xana bölgüsü aparıb 6-nın 3-ə 18 dənə də yeni xana gələcək. Üzərinə də gəlirik 18-i. Deməli 40-dan 22 çıxırıq 18, üzərinə 19 gəlirik. Bu da bizə 37 dənə xananı vermiş olacaq. Deməli qaydanı bilsək, çox sürətli bir formada yazmış olarıq sualı. Və sizə bir sual təqdim edəcəm indi. Bu formada sualdır. Sənəd 32 sətir. 32 nə idi? 12 sətir və 6 sütundan ibarət cədvəl verilmişdi. İlk 6 sətrin bütün sütunları seçildikdən sonra xanaları birləşdirən əmri icra olunur. Daha sonra 7-ci sətrin ilk 2 sütunu seçilərək aşağıdakı əmr icra olunur. Siz burada xana sayını şər hissəsinə yazarsınız. Görək neçə nəfər sualın düzgün cavabını tapmış olacaq. Oldu. Xanaların sayını deyərsiniz. Növbəti videolarda görüşənə dək sağ olun.